Bizim bugünkü dərsimiz xüsusi öyrənmə çətinliyi olan uşaqları tanımaqdır. Öyrənmə, belə deyim də, təhsil və təcrübə ilə bunları birgə əldə etdiyimiz bir bilikdir, bacarıqdır. Belə deyim də, bunların hamısı bizim öyrənməyimizdir. Hər kəsin bilirik ki, öyrənmə tərzi fərqli olur, öyrənmə metodu fərqli olur. Xüsusi öyrənməyə çətinliyi olan uşaqlarda isə tamam başqa olur. Öyrədən, öyrənən, öyrənmə strategiyalarından istifadə edən materiallardır. Strategiyaya qaldıqda isə hər kəsin özünə məxsus strategiyası var. Yəni, misal üçün, hər kəs məlumatı ötürmə tempi var da, hər kəsin strategiyası fərqlidir. Ötürülən məlumat da fərqlidir. Onu qəbul edənlər də başqa bir strategiya ilə qəbul olur. Yəni, öyrənmədir, öyrətməkdir. Bunların hamısı fərqli strategiyada, fərqli insanlarda olur. Bunların hamısı, hansı ki, görmədir, eşitmədir, sosial əqli cəhətdən hər hansı bir pozuntuya sahib olmasalar belə, bu uşaqlar oxuma, yazma, danışma, özlərini ifadə etmə kimi və hesablama kimi fəaliyyətlərdə çətinliklə yerinə yetirirlər. Hansı ki, öyrənmə xüsusi öyrənmə çətinliyi olan uşaqlarda. Və xüsusi öyrənmə çətinliyi müəllimlər və ailələr tərəfindən kifayət qədər bilmədiyi üçün bu problemdə olan uşaqlar məktəbdə, ailədə və digər mühitlərdə bir çox çətinliklərlə də üzləşə bilirlər. Bəs öyrənmə pozuntusunun ümumi əlamətləri nələr ola bilər? Bunlar bu öyrənmə pozuntusu bir-birinə görə, yəni simptomlarına görə fərqlənirlər. Bunun səbəbi də onların müxtəlif sahələrdə çətinliklərlə yanaşmalarıdır. Bu uşaqlardan biri oxuda çətinlik çəkirsə, digəri başqa bir şeydə çətinlik çəkir. Digəri oxumada çətinlik çəkirsə, o biri yazmada çətinlik çəkir. Yəni, hər kəsdə fərqli-fərqli simptomlar ola bilər. Və hansı ki, bu aşağıda qeyd olunanlar var ki, bu öyrənmə çətinliyinin ümumi əlamətləridir. Bu uşaqda hansı əlamətlərin hamısı ya da bir neçəsini özündə göstərə bilər. Bunlar bir, yaşıdları ilə müqayisədə daha zəif akademik bacarıqlara sahib olmaqdır. Verilən təlimatları qavramaqla və yerinə yetirməkdə çətinlikdir. Sözləri yanlış tələffüz etməkdir. Misal üçün, kitab sözünə kipat demək, nə bilim, banan sözünə balan demək, nə bilim, baxır da indi sözləri deyəndə çətinlik çəkən uşaqlar olur. Gəlirəm deməyinə gəyyəm demək. Yəni, belə şeylər də olur. Eşitmə və vizual, baxın, bəzən uşaqlar, onu qeyd eləməmişdən qabaq bir şey deyim. Bəzən uşaqlar bunu, belə deyim də, bu öyrənmə xüsusiyyəti çətinliyi olan uşaqlar deyil. Baxıram, misal üçün, deyirsən, fikirləşə bilərsiniz ki, axı, elə uşaqlar var ki, balaca vaxtı gəlirəm sözünə gəliyəm, gediyəm, belə deyir. Bu, uşaq vaxtından nəzərdə tutulur. Biraz ki, formalaşır, hansı ki, deyiliş, söz qurma çətinliyi. Bax, burada böyük olsalar da, bu sözləri hələ də elə deyən adamlar var. Bu, artıq öyrənmə pozuntularıdır. Eşitmə və vizual qavrama, tanımadır, xatırlamadır, sıralama bacarıqları, yaddaşda zəiflik ola bilər bu uşaqlarda. Fikirli olmaq, diqqəti cəmləşdirə bilməmək, yerində dura bilməmək, kiçik və ya böyük motorik bacarıqların əl-üz koordinasiyalarının zəif olması, topu tuta bilməmək, köynəyin düyməyini bağlaya bilməmək, ayaqqabı geyinə bilməmək. Yəni, bu uşaqlar bunlarda çox zəif olur. Və xüsusi öyrənmə çətinliyinə görə də 3 yerə bölünürlər. Disleksiya, disqrafiya və diskalkuliyasiya. Diskalkuliya. Deməli, disleksiya oxu qabiliyyətidir. Bax, şəkildə görürsünüz, hərflər birinin başında əlifba sırası ilə düzülür. Bax, birində isə fərqli-fərqli, bax, görürsünüz, hər yer dağınıqdır. Yəni, bu disleksiya uşaqlar, hərflərdir, səslərdir, yazışlarıdır. Bunları tanıya bilmirlər və deyə də bilmirlər, çətinlik çəkirlər. Oxuyarkən hərfləri qarışdırırlar, sözlərin içərisində hərf olur və yaxud da hecə olur, hecəyi düzgün bölə bilmirlər. Yəni, bu uşaqlarda bir növ disleksiyadan söhbət gedirsə, oxu pozuntulu olan uşaqlardır. Oxu qabiliyyəti aşağı olanlardır. Disqrafiya isə, bax, görürsünüz şəkildə, hərflər, bax, görürsünüz, tərsinə yazılıbdır. Yazı mənimsəmə qabiliyyəti aşağı olanlardır. Bunlarda pozulmuş uşaqlardır. Hərfləri orfoqrafik şəkildə yaza bilmirlər. Bax, görürsünüz,
Disqrafiya sözünü görün nətər yazıblar və disleksiya sözünü görün necə yazıblar. Tərsinə yazıblar. A deyəndə A-nı tərsinə yazırlar. B deyəndə B-nı tərsinə yazırlar. Belə uşaqları görmüş olarsınız. Hansı ki burada yəni hərflərdən söhbət gedir, yazıdan söhbət gedir. Disleksiya oxudur, disqrafiya yazıdır, diskalkuliya isə üzr istəyirəm deyə bilmədim. Bax görürsünüz, cümlənin axırına baxın, kalkulyator sözünə bənzəyir. Yəni burada hesablama var, riyazi biliklər var. Bax görürsünüz 5-i tərsinə yazıbdı. 5-i tərsinə yazan uşaqlar çoxdur. Və bunun üstünə düşmədikdə isə bu uşaqlarda bir pozuntu halına gəlib çıxır. Yəni onlar yavaş-yavaş hər şeyi elə belə tərsinə yaza-yaza gedirlər. 5-dir, 3-dir, 2-ni tərsinə yazan var, hətta 2-ni ə hərfi kimi yazanlar da var. Və xüsusi öyrənmə çətinliyi olan uşaqlara necə dəstək ola bilərik? 1. Onlara qarşı səbirli davranmalıyıq. Mütləq şəkildə. Çünki uşaqlarda oxumadır, yazmadır, hesablamadır, digər uşaqlara nisbətən aşağı olur və bu bizdə hövsələsizliyə gətirib çıxarır. Bunun qəzəblənməyə əvəzinə uşağa diqqət yetirmək lazımdır, xüsusi qayğı göstərmək lazımdır. Bu uşaqların xüsusi istedadlara malik ola bilərlər. Onları kəşf eləmək lazımdır mütləq şəkildə. Uşaqlar öz bacarıqlarını xəbərdar olması üçün həvəsləndirəcək özünə inam hissini artırmaq lazımdır. Müəllim və valideynlərə daim ünsiyyətdə olmaq lazımdır. Şagirddə effektiv öyrənmə prosesini qurmaq lazımdır. Hər bir insanın öyrənmə zamanı fərqli qavrayış, misal üçün onun vizuallaşdırması olsun, eşitmə olsun, kinestetik olsun. Bu kimi bunları yəni göz ardı etməmək lazımdır. Şəkillərdir, qrafikalardır, görüntüdür, səsli olaraq daha rahat öyrənə bilməsi üçün onlara şərait yaratmaq lazımdır. Yazı tipi arxa fonuna diqqət yetirmək lazımdır. Dislektik uşaqlar bir çoxu arxa fonun ağ olmasını, onların oxumalarını çətinləşdirdiyini bildirirlər. Buna görə də parlaq olmayan rəngli kağızlardan istifadə etmək daha yaxşıdır ki, onlar yazını daha rahat görə bilsinlər. Uşağın hərf və rəqəmlərini tam qavraya bilməsi üçün 3 barmaq texnikası var, yazı qaydası. Bax, bunları öyrətmək lazımdır. Yəni ki, hərf və rəqəmləri düzgün yaza bilməsi üçün. Xüsusi öyrənmə çətinliyi olanlar ömrü boyu davam edən nevrobioloji pozuntular əmələ gəlir onda. Bu xəstəlik deyil, intellekt əlilliyi deyirlər buna. Uşaqların xüsusi öyrənmə çətinliyinin olması heç bir şey öyrənə bilməyəcəyi mənasını da vermir. Bu uşaqlar müəllimlər, ailələr, həkimlər tərəfindən vaxtında diaqnozu qoyulmalıdır və zəif tərəflərinin bunun üzrə təlimlər keçirilməlidir. Onlar ortaya çıxarılmalıdır. Yəni beləliklə uşaqlarda nitq pozğunluğudur, oxu pozğunluğudur, sonra öyrənmə çətinliyidir. Bunlar tədricən yavaş-yavaş uşaqlarda aradan qaldırılmağa başlayır. Yox, üstünə düşmədikdə isə, yəni bununla xüsusi olan mütəxəssislər, yəni bununla məşğul olan xüsusi mütəxəssislər bu işin üzərinə düşmədikdə isə, bu daha da belə deyim də bərbad hala gəlib düşə bilər. Ona görə mütləq şəkildə bunu aradan qaldırmaqdan ötürü bunu məşq eləyib, yəni sözləri düzgün tələffüz etmə qaydasıdır, ağızdan məsəl üçün hərfləri düzgün çıxarmaqdır. Mütləq şəkildə bu uşaqların üzərinə düşülüb, məşq elətdirib və bu pozuntu aradan qaldırılmalıdır.